İnsanlar Tanrıya inanmadıklarını deyirlər, çünki onu görə bilmirlər. Əgər bir şey görünməzdirsə, bu onun mövcud olmadığı anlamına gəlirmi? Kainatın çox hissəsi adi gözlə görünməsə də biz onu astronomik teleskoplar vasitəsilə görə bilirik. Mikroorqanizmlər çılpaq gözlə görünməsələr də biz onları mikroskoplar vasitəsilə görə bilərik. Bəs biz görünməz Tanrını necə görə bilərik? Yəhya 5-ci fəsl 39-cu ayə. Lakin onlar da mənim barəmdə şəhadət edir. Biz İncil vasitəsilə görünməz Tanrının varlığını dərk edə bilərik. Gəlin İncilin elmlə həqiqət olduğunu təsdiq edək. Əyyub 26-cı fəsil 7 ayə. Şimalı boş fəzanın üstünə yayır, dünyanı heçliyin üstündən asır. Kosmosdan baxanda yer heç nəyin üzərində asılı vəziyyətdədir. Bugün yer kürəsinin heç nəyin üzərində asıldığı sağlam düşüncədir. Lakin 17-ci əsrə qədər Newtonun ümumdünya cazibə qanunu ilə elmi şəkildə sübuta yetirilməmişdir. Halbuki İncil bu faktı təxminən 3500 il əvvəl qeyd etmişdir. Sonra su dövranı haqqında qeydlər var. 36-cı fəsil 27-ci ayə. Su damcılarını yuxarı qaldırır, buxarlandırır, yağış yağdırır. Bu yağışlar buludlardan tökülür, insanların üstünə bol yağışlar səpilir. Bu, buxarlanma, kondensasiya və yağıntı proseslərini izah edir. Su dövranı ilk dəfə 17-ci əsrdə Perrault və Mariotte tərəfindən aparılan təcrübələrin nəticələri ilə sübuta yetirilmişdir. Bununla belə, İncil suyun dövranını təxminən 3500 il əvvəl təsvir etmişdir. Bu, İncilin Tanrının varlığını sübut edən Tanrının sözləri olduğuna dair qəti sübutdur. Bəs onda niyə Tanrıya inanmalıyıq? Çünki səmavi padşahlıq mövcuddur. Vəhiy 21-ci fəsl 1-ci ayə. Mən yeni bir göy və yeni bir yer gördüm. Artıq ölüm olmayacaq. İncil şəhadət edir ki, yeni göy və yeni yer var, hansı ki səmavi padşahlıqdır. Biz səmavi padşahlığa, ölümün olmadığı yerə yalnız əbədi həyata sahib olduğumuz təqdirdə gedə bilərik. Onda biz əbədi həyata necə sahib ola bilərik? Yəhya 6-cı fəsl 54-cü ayə. Mənim ətimdən yeyib qanımdan içən əbədi həyata malikdir. İsa'nın ətini yeyib qanını necə içə bilərik? Luka 22-ci fəsl 15-ci ayə. Mən əzab çəkməzdən əvvəl bu pasxa yeməyini sizinlə birgə yeməyi çox arzulayırdım. Sonra İsa çörək götürdü, şükür edib onu böldü və şagirdlərə verərək dedi. Bu mənim sizin üçün verilən bədənimdir. Sizin üçün axıdılan bu kasa mənim qanımla bağladığım yeni əhddir. İsa dedi ki, pasxa çörəyi onun əti, pasxa şərabı onun qanıdır. Yeni əhdin pasxa bayramını yerinə yetirdikdə biz əbədi həyata sahib ola və səmavi padşahlığa daxil ola bilərik. Ümid edirik ki, yeni əhdin pasxa bayramını yerinə yetirərək əbədi həyat xeyir duasını alacaqsınız.